Hər bir salamlayıram, dəyərli şagirdlər. Mən Adəm müəllim sizə hərəkət oxşarlıq bölməsinin birinci dərsi simmetriya sevmələri və paralel köçürməli misallarını izah edirəm. Odur ki, diqqətli olun. Birinci sualdan başlayırıq suallara. Deməli, A mənfi 3 A nöqtəsi B mənfi 2 nöqtəsinə o y oxuna görə simmetriyada hansı simmetrikdirsə, yəni A və B-ni tapın. Bu nöqtədə deməli, o y nəzərən simmetriyada, məsələn, AX, Y nöqtəsi o y nəzərən A iştirik X də Y qalır. Hansı oxa nəzərən simmetriya deyirsə, həmin ox olduğu kimi də ifadəsi olduğu kimi qalır. Digəri dəyişir. Ona görə də o y nəzərəndirsə, o y qalır olduğu kimi. Yəni, baba Y ifadələrimiz qalır olduğu kimi. Yəni, A bərabər mənfi 2 olduğu kimi qalır. Deməli, bu X ifadəmiz dəyişəcək. Bax, bu ifadə dəyişəcək. Yəni, B-nin yerinə duracaq. Mənfi 3-dürsə, bunun yerində 3 duracaq. Yəni, A-mız mənfi 2, B-miz 3. Deməli, Y variantında buna rast gəlirik. Növbəti ikinci sual. İkinci sualda nə deyir bizə? Deyir ki, nöqtələr verilib, koordinat başlanğıcına nəzərən simmetrik olan nöqtələr düzünü göstərin. Hər hansı bir AX, Y nöqtəsi koordinat başlanğıcı, yəni 0,0 nöqtəsinə nəzərən A iştirik mənfi X, mənfi Y. Koordinat başlanğıcı nəzərən simmetriyada bütün ədədlər əksinə olaraq dəyişir. Yəni, misalımızda belə bir ifadə görürük ki, yuxarıda göstərim onu sizə. Baxın, 3-5 nöqtəsi ilə, bax görürsünüz 3-5 nöqtəsi ilə mənfi 3, mənfi 5. Əksinə dəyişibsə, deməli B və C koordinat başlanğıcı nəzərən simmetrikdir. Və yaxud da mənfi 2, mənfi 1, 2, 1. Yəni, əks ifadələr olur. Yəni, X-lar da, Y-lər də əksərlər olmalıdır ki, bunlar koordinat başlanğıcı nəzərən simmetrik olsun. Və eləcə də D və Y də koordinat başlanğıcı nəzərən simmetrik olur. B ilə C, D ilə Y. Doğru cavabı artıq B olaraq tapırıq. Növbəti üçüncü sual. Üçüncü sual. A mənfi 3 nöqtəsi. A mənfi 3 nöqtəsi. B mənfi 2 B nöqtələri koordinat başlanğıcı nəzərən simmetrik olarsa, A və B-ni tapın. Koordinat başlanğıcı yuxarıdakı olduğu kimi. Koordinat başlanğıcı nəzərən simmetrik olması üçün hər ikisi əks ifadələr olmalıdır, ədədlər olmalıdır. O zaman bizdə A-mız olacaq. Bax, burada A 2-yə uyğundursa, A-mız olacaq 2. B burada mənfi 3-ə uyğundursa, artıq B-miz də olacaq nə? 3 və burada da görürük ki, B variantı doğru ifadədir. Sonra dördüncü ifadəyə baxırıq. Dördüncü misala baxırıq. Dördüncü misalda deyir ki, A mənfi 3 A nöqtəsi və B B2. Apsis oxuna nəzərən, OX-a nəzərən simmetrikdirsə əgər bu, deməli, OX-a nəzərən simmetrik X olduğu kimi qalır. Yəni, X dediyimiz hansı ifadədir? Bu birinci ifadələrimiz olduğu kimi qalır. Yəni, B-miz olur nə? Mənfi 3. Digər ifadə isə əksinə dəyişir. A-mız nə olur? 2 idisə burada A-mız nə olur? Mənfi 2. Dəyişir. X oxuna nəzərən simmetri X qalır olduğu üçün B-miz olur mənfi 3, A-mız olur mənfi 2. Vəssalam. Deməli, B mənfi 3, A mənfi 2. Yuxarıda doğru variantda isə bunu D variantı olaraq tapırıq. 5-ci suala paralel köçürmə ifadəsidir. 5. 5-ci sualda paralel köçürmədir. Deməli, paralel köçürmədə 3 mənfi 5 nöqtəsi 5 nöqtəsinə keçir. Bu paralel köçürmədə mənfi 1 3 nöqtəsi hansı nöqtəyə keçər? Baxın, şagirdlər, belə bir sadə bir anlayışdan istifadə eləyək gəlin. Baxın, 3 mənfi 5 nöqtəsi 5 B nöqtəsinə keçir. Nəyin köməyi ilə keçir? Paralel köçürmədə əlbəttə üsullarını yazmalıyıq. X bərabər X topla A. Y bərabərdir Y üstəgəl B. Yəni, hansı nöqtəyə keçir? 5, X, Y, bunun əvvəlki nöqtələrdir. Keçdiyi nöqtə isə X iştirik
y' nöqtəsidir. Qiymətləri yerinə qoyub a-nı, b-ni tapırıq. Olur nə? 5 bərabərdir 3 üstəgəl a. A-mız da bərabər olur 2. Yenə də 5 bərabərdir. Ya qiymətləri yerinə qoyuruq. -5 üstəgəl b. B-miz də bərabərdir 10-a. Paralel köçürmənin düsturlarında a-nın yerinə 2, b-nin yerinə 10 qoysaq, yenidən bir ifadə alacağıq ki, x' bərabərdir x üstəgəl 2, y' bərabərdir y üstəgəl 10. Və həmin bu ifadələri aldıqdan sonra deyir ki, -1 3 nöqtəsi hansı nöqtəyə keçər? Yenə də bu x-la y-dir. İlk verilən nöqtələr x-ilə y-ilə işarə edirik. Hansı nöqtəyə keçər? O zaman x' bərabərdir -1 üstəgəl 2. Bu da bərabər eləyər 1. Y' bərabərdir 3 üstəgəl 10. O da bərabər nəyə? 13-ə. Yəni 1, 13 nöqtəsinə keçər. Doğru cavab C variantı. Amma paralel köçürmənin düsturunu bilirsən və ifadəni bu qədər sürətli, bu qədər çox yazmaq istəmirsənsə, bu 5-ci sualı yenidən sizə göstərim uşaqlar. Məsələn, 3 -5 nöqtəsi 5 nöqtəsinə keçir. O zaman sən burada tez a-nı və b-ni tapırsan. A-nı tapanda 5-dən 3 uyğunluğundan çıxırsan bunları bir-birindən. 5-dən 3 çıxdın 2 qaldı. 5-dən -5 çıxdın 10 qaldı. Bizə əlavə ilk olaraq nöqtə verib. Deyir ki, -1 3 nöqtəsi hansı nöqtəyə keçər? O zaman toplamaq lazımdır. Amma desəydi ki, hansı nöqtə buna nöqtəyə keçər, o zaman çıxmaq lazım olardı. O zaman -1-in üzərinə 2 gəlirik. 3-ün də üzərinə 10 gəlirik. Daha tez yazmaq üçün bu da oldu 1 və 13. Yenə eyni bir ifadəni tapırsınız. Sonra növbəti sual 6. Növbəti sual 6. Deyir ki, A3 nöqtəsi 3 və B 2B. Koordinat başlanğıcı nəzərən simmetrik olarsa, yəni biraz əvvəl dedik, koordinat başlanğıcına nəzərən simmetrik olarsa hər ikisi əks olaraq dəyişməlidir. Bu A-ya uyğun 2-dir. Əks olaraq olması üçün A-mız neçə olmalıdır? -2 olmalıdır. B-yə uyğun görsünüz 3-dür. Deməli, əks olaraq B-yə nə götürməliyik? -3 götürməliyik. A-mız da -2, B-miz də -3. Məsələn, burada A variantı olaraq doğru cavabı almış oluruq. İndi 7-də paralel köçürmənin biraz əvvəl bundan yenə işlədik. Yenə yazırıq. Baxın. 2 -1 nöqtəsi 3 -4 nöqtəsinə keçir. Deməli, buradan A-nı tapırıq. 3-dən çıxırıq 2-ni bərabər olur 1. B-ni tapırıq. -4-dən çıxırıq -1-i. Bu deyilir -3. Nöqtəni verib deyir hansı nöqtəyə keçər? -3 və yox 3 və 4 3 və -4 nöqtəsi hansı nöqtəyə keçər? O zaman 3-ün üzərinə A-nı gəlirik. Yəni A-nı hər zaman x-in üzərinə, B-ni hər zaman y-in üzərinə gəlirik. 3-ün üzərinə 1 gəlirik. -4-ün də üzərinə -3-ü gəlirik. Sadə hesablama ilə tapırıq. Bu biri olur 4, biri olur -7. 4 və -7 yuxarıda variantlara baxanda Y variantına uyğun gəlir. Sonra 8-ci. X-y müstəvisinə nəzərən 8. X-y müstəvisinə nəzərən K 2 0 -3 nöqtəsi. X, Y müstəvi yox. Bunu belə yazmayaq. Elə birbaşa X-y müstəvisinə görə yazaq. Nöqtəsi ilə simmetrik olan nöqtəni tapın. Deməli, X, Y-ə nəzərən deyirsə, X-la və Y-lə bizim işimiz yoxdur. Fəzada bildik ki, X, Y və Z var. Burada hansı X hansı oxudu? Absis oxudu. Y ordinat oxudu. Z də aplikat oxu adlanır uşaqlar. Hansı deyirsə, hansı nöqtələri deyirsə, həmin nöqtələr olduğu kimi qalır. Yazılmayan nöqtə, soruşulmayan hərf belə deyək ki, o əksinə olaraq dəyişir. Məsələn, X, Y deyirdisə, X və Y ilə bizim işimiz yoxdur. Z oxu ki var, Z ədədi ki var, -3 idi. Bu olacaq artıq 3. 2, 0, 3 nöqtəsinə. Bu da artıq D variantında doğrudur.
Sonra 9-cu misala baxaq. 9-cu misalda nə deyir? M nöqtəsi verilir ki, 1, mənfi 1 və 5, 1 mənfi 1, 5. Bizə bu dəfə deyir ki, Y, Z. Bax, X, Y, Z. Y, Z deyirsə, burada X yoxdur. M iştirak yazacaq. X yoxdursa, deməli, X-i əks olaraq dəyişəcəyik. Mənfi 1, digərlərini bu mənfi 1 ilə 5-i də olduğu kimi yazacaq. Mənfi 1, mənfi 1, 5. Doğru cavab artıq görürsünüz C variantına gəldi. Keçirik 10-cu suala. 10-cu suala baxın. 10, 11, 12, 13-cü suallara baxanda deməli 10. Simmetriya oxu yoxdur. Məsələn, bax, orada yazılır ki, romb. Rombda 2 dənə simmetriya oxu var. B-də yazılıb düzbucaqlı trapesiya. Zaten düzbucaqlı trapesiyada bir dənə simmetriya oxu var. Ümumi trapesiya desə, ancaq onun simmetriya oxu var da məlumat verə bilmərik. Sonra yazılıb ki, düzbucaqlı. Düzbucaqlıda 2 dənə. Sonra kvadratda 4 dənə simmetriya oxu var. Parça. Dəqiqə, parçanı da yazaq. Parçada, bəli, bir dənə var. Bir dəqiqə, bizdən soruşur, simmetriya oxu yoxdur. Hə, bu düzbucaqlı trapesiya yox. Bu bərabər yanlı trapesiyada bir dənə var. Hə, burada artıq yoxdur. Mən fikir vermədim, düzbucaqlı dedim. Düzbucaqlı bərabər yanlı kimi oxudum. Bərabər yanlı trapesiyada bir dənə simmetriya oxu var, amma düzbucaqlı trapesiyada yoxdur. Bu da B variantına uyğundur. 11-ci suala baxaq. Simmetriya oxu yoxdur. Bax, əlbəttə ki, şuada yoxdur. Şuada simmetriya oxu deyilən bir ifadə yoxdur. Bax, belə bir ox yoxdur ki, yəni pozulur. Bax, sistem artıq burada pozulur. Parsda bir dənə var, rombda 2 dənə var, düzbucaqlıda 2 dənə var. Bax, görürsünüz, 11-də bərabər yanlı trapesiya deyir ha. Bunda artıq bir dənə var. Artıq burada doğru cavab A variantıdır. Bunlar hamısına xətt çəkək. A variantdakı şuanın simmetriya oxu artıq yoxdur. Biraz əvvəl də yazdım ki, kvadratın 4 dənə simmetriya oxu var. 13-də deyir düzbucağının da 2 dənə simmetriya oxu var. Sonra keçirik buradan 14-cü suala. OZ oxuna nəzərən M, 1, 2 və 4 nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapın. Deməli, OZ oxuna deyirsə, artıq bax, OZ oxuna. Z-lə işimiz yoxdur. Z-də bax, bu 4-dür. Buna bizim işimiz yoxdur. Digərləri dəyişəcək. Mənfi 1-dirsə, mənfi 1, 2-dirsə, mənfi 2, amma 4-lə işimiz yoxdur. 4 olduğu kimi qalır. Mənfi 1, mənfi 2 və 4. Mənfi 1, mənfi 2, 4 və B variantı doğru cavab eləyəcək. Sonra 15-ə baxaq. 15-ə baxaq. A, mənfi 4, A nöqtəsi və B, 3, B nöqtəsi nöqtələri Y bərabərdir X. Düz xəttə nəzərən simmetrik olarsa, artıq A və B-ni soruşur. Artıq nə iş görəcəyik? Deməli, normal bir halda A nöqtəsi, X, Y nöqtəsi Y bərabərdir X-a nəzərən simmetriyada A iştirak nöqtəsi Y ilə X-in yerini dəyişib yazırıq. Sadəcə yerini dəyişirik. Deməli, yerini dəyişdiyimizə görə uyğunluqla, elə bil birincinə uyğun ikinci gəlir. Bax, görsən, Y-ə uyğun birinci, X-ə uyğun axırıncı gəlir. Deməli, bizim həmin misalda A-mızın yerində 3 dayanacaq, B-mizin yerində mənfi 4 dayanacaq. Ədədləri əks götürürük. Əks şəkildə. Əgər Y bərabər mənfi X desəydi, həm əksini götürməkdən əlavədə hər birini işarələrini dəyişəcəkdik. Məsələn, A-mız 3 oldu, B-miz mənfi 4 oldu. A-mız 3, B-miz mənfi 4, elə A variantı doğru cavabdır. Bax, uşaqlar, indi biraz əvvəl dediyim ifadə ki, 16-cı Y bərabər mənfi X-a nəzərən 16. Deməli, A nöqtəsi 4A və B nöqtəsi mənfi 3B. Y bərabərdir mənfi X-a nəzərən.
A-mızın yerində mənfi 3 dayanırdı. Y bərabər x-a nəzərin olanda. A-mızın yerində məsələn burada mənfi 3 dayanacaq idi tutalım ki, yuxarıdakı misal formasında. Amma mənfidə olduğuna görə burada A-mızın yerində 3 dayanacaq. B-mizin yerində 4 dayanacaq. Amma mənfiyə görə olacaq mənfi 4. A-mız 3, B-miz mənfi 4. Baxın yuxarı Y variantı doğru cavaba gətirdi. Sonra 17. Paralel köçmənin düsturları verilib. Yəni x' bərabərdir x çıxılsın 3. Y' bərabərdir y üstəgəl 1. Düsturları ilə verilmiş paralel köçürmədə 2, 1 nöqtəsi hansına nöqtədir? Biraz əvvəl dedik, bizim bu ifadədə A-mız mənfi 3'dür, B-miz isə 1'dir. Bu nöqtə hər hansı bir nöqtəyə keçərsə, o zaman A-nı və B-ni bundan toplamaq lazımdır. 2 ilə topla, mənfi 3 toplayıram. 1 ilə 1'i toplayıram. 2 ilə mənfi toplayanda eləyir mənfi 1, 1 ilə 1 toplayanda eləyir 2. Yəni hansı nöqtəyə keçir? Mənfi 1 və 2 nöqtəsinə keçir. Bu da Y variantında doğrudur. Sonra 17, keçək 18'ə. 18'ə. X' bərabərdir x minus 1. Y' bərabərdir y minus 3. Paralel köçürməsi tez veribsə, A-nın burada mənfi 1, B-nin burada mənfi 3 olduğunu görürük. Deyir, mənfi 1, 0. Hansı nöqtəyə keçər? Yeni toplamaq lazımdır. Mənfi 1 ilə mənfi 1'i toplayırıq. 0 ilə də mənfi 3 toplayırıq. Və cavabı tapırıq ki, mənfi 2 birində elədi. Mənfi 3 birində elədi. Mənfi 2, mənfi 3. Bax, bu da D variantına uyğundur. 19-cu sual. 19-cu suala başladıq. Y bərabərdir mənfi 1. Düz xətə nəzərən A, mənfi 2, 3 nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapın. Deməli, nöqtənin koordinatlarını tapın. Deməli, məsələ nədir? Belə yazaq əvvəl. A, məsələn, x, y nöqtəsi y bərabər hər hansı B-yə nəzərən simmetriyada A' x qalır. 2'ni vırırıq B-yə, y buradan çıxırıq. Çevirmələrə əsasən. O zaman ifadəmiz nə olacaq? Bizim ifadədə nöqtənin koordinat tapanda artıq A-mızda mənfi 2 olduğu kimi qalacaq. 2'ni vuracaq mənfi 1'ə, bir də y çıxacaq. 3'ü buradan çıxarıq. Olacaq A nöqtəsi, məsələn A' nöqtəsi yazaq da bura. Mənfi 2 qalır olduğu kimi. 2'ni mənfi 1'ə vuranda mənfi 2, mənfi 2 çıx 3, elədi nə? Mənfi 5. Mənfi 2, mənfi 5. Yuxarı baxaq, C variantı doğru cavab olacaq. Yəni simmetriya mənfi 1'dirsə, mənfi 1'ə görə simmetriya, yəni nə qədər y mənfi 1'ə nəzərindirsə, nə qədər sağda, bir o qədər solda, yəni simmetri olaraq güzgü məsələsi formasında. Sonra 20-ci suala baxırıq. 20-ci. Deməli, y bərabərdir 3'ə nəzərən simmetriyada A, 2, mənfi 1 nöqtəsidir. Keçdiyi nöqtənin koordinatlarını tapın. Mənfi 1. Y-dirsə A' yazırıq bura. X olduğu kimi qalır. 2'ni vırırıq 3'ə. Çıxırıq nəyi? Mənfi 1'i çıxırıq. Sonra olacaq A' nöqtəsi 2 qalıb yerində. 2'ni 3'ə 6. 6'dan mənfi 1 çıxanda elədi nə? 7. 2, 7 nöqtəsi B variantında doğru nəticə verdi bizə. Sonra 21'də A burada verib 2. Bir də A üstəgəl 5. Bir də B minus 3. Bir də 4 nöqtələri. 1, 3 nöqtəsindən simmetrik olarsa A və B-ni tapın. Bu nə deməkdir? Bunlar 1, 3 nöqtəsinə nəzərən simmetriyadır. Yəni, burada belə bir şey yazaq. 1, 3 nöqtəsinə nəzərən simmetriyadır. Belə deyək ki, uşaqlar, simmetriya deyəndə bərabər məsafələr burada göstərirəm. Məsələn, burada olan nöqtə, məsələn, x-a nəzərən simmetriyada x-a bir o qədər gəlirdisə, məsələn, bura bir x olsun, bura qədər gəlirsə, bir bu qədər. Yəni, bu məsafələr bərabər olur. Ona görə də, belə deyək, bu biri tapmaq üçün, belə də yaza bilərik. Yəni, bunun
o x'i, o y hansı nöqtədirsə, iki qat məsələsi var da. Məsələn, bu A nöqtəsindən bu A nöqtəsinə qədər işte iki qat məsafədir. Məsafənin elə bir iki misli olacaq. Biri tapmaq üçün 2 ilə B üstəgəl B çıxısını 3 toplayıb elə bil 2-yə bölürəm. Hesablayıram. 2B çıx 1 bərabər 2. B bərabər nə olacaq? B olacaq 3. Bizdən A-nı B-ni soruşur da bu ifadədə. Sonra bu 3'ü tapmaq üçün belə deyək. A plus 5 ilə 4'ü toplayıb beli verəcək nəyə? 2-yə. Yəni A üstəgəl 9 bərabər 6 olanda A da bərabər -3. Yəni A'mız -3 oldu, B'miz oldu 3. A -3, B'miz 3. Bax, Y variantında doğru cavabımız var. 22-ci sual, yenə eyni bir sual. 22-ci sual. A nöqtəsi A minus 4, bir də 6. B nöqtəsi 3, bir də B üstəgəl 2. C -4. C -4. 2'ye nəzən simmetri olsa, yenə eyni məsələ. -4 tapmaq üçün A çıx 4 ilə 3'ü toplayıb 2'yə bölürəm. Olacaq A çıx 1 bərabərdir -8, A da bərabər -7. Sonra 2'ni tapmaq üçün 6 ilə B üstəgəl 2'ni toplayıb 2'yə bölürəm. B üstəgəl 8 bərabər 4 olanda B'miz də bərabər olur -4. A'mız -7, B'miz -4. Baxın, B variantında doğru cavab var. Sonra 23-cü suala baxırıq. 23-cü suala baxırıq. Deməli, A 5 -6 və B -15 20 nöqtələri verilmişdir. AB parçasının C orta nöqtəsi ilə OX oxunacaq simmetri olan nöqtəni tapın. Yəni, AB'nin ortası, məsələn, C onun ortasıdırsa, 5 üstəgəl -15 böl 2, -6 üstəgəl 20 böl 2. Orta nöqtənin qoordinatını tapmaq üçün uyğun nöqtələri toplayıb 2'yə bölmək lazımdır. Deməli, C nöqtəsi 5 -15, -10 2'yə böləndə -5, -6 üstəgəl 20, 14 2'yə böləndə 7. Yəni, -5 7 ilə OX oxunacaq simmetrik olan nöqtəni tapın. Yəni, bu nöqtə sadəcə OX nəzərən simmetriyadırsa. OX nəzərən simmetriya X qalır olduğu kimi yerində. Y dəyişir. 7 ise olacaq -7. -5, -7 və bizim B variantında doğru cavab verir. 24. 24-cü sual. A 7 -4 B -13 28. AB parçasının C orta nöqtəsi. Əvvəl orta nöqtəsini tapaq. 7 ilə -13 toplayıb 2'yə bölək. -4 ilə 28'i toplayıb 2'yə bölək. O zaman C orta nöqtəsi -7 üstəgəl -6 ilə 2'yə böləndə -3. 28'dən 4 24 2'yə böləndə 12. Bu da deyir o Y-ə nəzərən deyirsə Y qalır. X dəyişir. X -3 idi, oldu 3. 12'də qaldı yerində. 3 12 bax görürsüz C variantında doğrudur. Sonra 25'ə baxaq. 25'ə. A 3 5 4 nöqtəsi. Deməli, hansı oxa nəzərən o XZ. XZ ise X ilə Z, X'imiz 3'dür, Z'imiz 4'dür. Ona görə də 3 ilə 4 ilə işimiz yoxdur. 3 ilə işimiz yoxdur. Digəri dəyişdi, 4 ilə də işimiz yoxdur. Yəni XZ qalır. Y yoxdur, Y əksinə olaraq dəyişsək 3 -5 4 olacaq və 25'də görürük ki, A variantı doğru cavabdır. Sonra 26-cı suala indi baxırıq. 26. Yenə B 2 1 6 nöqtəsi o X Y-ə nəzərən simmetriyadadırsa, 5 nöqtəsi X ilə Y olduğu kimi qalacaq. 2 ilə 1 olduğu kimi qalacaq. Z 6'dırsa olacaq -6. 2 1 -6 doğru cavabda A-na rastlaşdıq. Sonra 27-ci suala baxaq. 27-ci suala baxaq. M nöqtəsi -1 2 1 nöqtəsi.
Deyir O, Y, Z. Y ilə Z qalır. Digər dəyişir. Yəni x əksinə dəyişsək 1 olacaq. 2 ilə 1 də olduğu kimi qalacaq. 1, 2, 1. Doğru cavab da burada D-də tapırıq. Sonra 28-ci suala baxırıq. Paralel ki A nöqtəsi AB-nin orta nöqtəsinə keçir. Deməli A nöqtəsini yazırıq. Bax 28. A nöqtəsini yazırıq. A -9, 4. A nöqtəsi AB-nin ortasına keçir. AB-nin orta nöqtəsini tapaq indi. Məsələn, bura qoyaq bir dənə A iştirik qoyaq. AB-nin orta nöqtəsi. -9 üstəgəl 5 böl 2. 4 üstəgəl 6 böl 2. Yəni olacaq A iştirik nöqtəsi. -4 2 böləndə -2. 10 2 böləndə 5. Yəni -9 nöqtəsi -2 5-ə keçir. Tez nəyi tapıram? A-nı tapıram. B-ni tapıram. -2-dən -9-u çıxacam. Eləyəcək 7. A-mız 7. 5-dən də çıxacam 4-ü. Eləyəcək 1. A-nı B-ni tapdıq. Deyir ki, M 3, 8 nöqtəsi hansı nöqtəyə keçər? Biraz əvvəl də izah elədim ki, o zaman toplamaq lazımdır. O da olacaq M iştirik nöqtəsi keçəndə 3-ün üzərinə 7 gələcək, 8-in üzərinə 1 gələcək. 1 eləyəcək 10, 1 eləyəcək 9. 10 ilə 9 nöqtəsi hansıdır? Biliyorsunuz A variantda doğrudur. Sonra 29-cu suala baxaq. 29-cu suala. Deməli A2 8 və B -6 12. Deyir A nöqtəsi, yəni A2 8 nöqtəsi AB-nin ortasına yenə də keçir. Məsələn A iştirik yazacaq. 2 üstəgəl -6 böl 2. 8 üstəgəl 12 böl 2. Bu da A iştirik nöqtəsi olacaq. -4 2-yə böləndə -2. 22-yə böləndə 10. Bax, bu nöqtələrimiz bunlardır. Bunlar bir-birinə keçib. Nəyin köməyi ilə? A-nın və B-nin köməyi ilə. -2-dən çıxacaq nəyi? 2-ni eləyəcək -4. Ondan çıxacaq 8-i eləyəcək nə? 2. A-mız, B-miz hazır. İndi deyək ki, M 1, 7 nöqtəsi hansı nöqtəyə keçər? O zaman bu da M iştirik olacaq, toplayacaq. 1-in üzərinə -4 gələcək. 7-nin üzərinə 2 gələcək. Bu da olacaq ki, M iştirik nöqtəsi 1 olacaq -3, 1 eləyəcək 9. Bu da A variantında doğrudur. Sonra 30-cu suala baxaq. M 0, -1, -2 nöqtəsinə simmetrik olan nöqtə nəyə nəzərən? O x, y-ə nəzərən. X da y də qalır olduğu kimi qaldı. 0, -1. Y yox. Z yoxdursa Z əksinə dəyişəcək. -2 də oldu 2. 0, -1 2. 0, -1 2. Bu da Y variantında doğru cavab var. Sonra 31-ci suala baxırıq. Paralel köçürmədə -2 1 nöqtəsi -1 3-ə keçdi. Tez A-nı tapıram. -1-dən çıxıram -2-ni eləyir 1. 3-dən çıxıram 1-i eləyir 2. Bu A-nı B-ni tapdıq. Deyir ki, məsələn, -1 1 nöqtəsi hansı nöqtəyə keçər? Bərabər buna ifadə qoyuruq. Hansı nöqtəyə keçir? -1-in üzərinə 1 gəlirik. 1-in də üzərinə 2 gəlirik. A-nı B-ni uyğunluğundan toplayırıq. Bu da bərabər 1 olur 0, 1 olur 3. 0 3 nöqtəsinə bu deyilir A bəndi. Sonra 32-ci suala baxırıq. -1 2 nöqtəsi 2 1 nöqtəsinə keçir. Tez A-nı tapıram. 2-dən çıxıram -1-i eləyir 3. B-ni tapıram. 1-dən çıxıram 2-ni eləyir -1. İndi deyir, hansı nöqtə bu nöqtəyə keçər? Bax, desək ki, hansı nöqtə -1 3-ə keçir? Desək bu nöqtə hansına keçir? Toplamaq. Hansı nöqtə bu nöqtəyə keçir? Çıxmaq lazımdır. -1-dən çıxıram 3-ü. Sonra 3-dən çıxıram -1-i. -1 çıxıc eləyir -4. 3-dən -1-i çıxıram eləyir 4. -4 4. Bu da C variantına uyğun gəldi. Sonra 33-cü sual. 33-cü sual.
Y bərabərdir 2 düz xəttinə nəzərən A2 mənfi 1 nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapın. Y bərabər 2 nöqtəsinə nəzərən idisə, x-dan işimiz yoxdur. A-da 2 qalır. 2 vurulsun 2, çıxılsın mənfi 1. Olacaq A nöqtəsində olacaq 2, buna aşırıq qoyaq, bir dənə fərqli olsun. 2-ni 2-yə vuran 4, 4-dən mənfi çıxanda 5. 2-5 nöqtəsi, bu da C variantı. Biraz əvvəl bu suallardan yazdıq dəfələrlə. 34-də eyni sualdır. Y bərabər mənfi 2-yə nəzərən simmetriyada mənfi 3, mənfi 5 nöqtəsi koordinatlarını tapın. Yəni Y-dirsə bizim x-dan ümumiyyətlə işimiz yoxdur. Aşırıq yazacaq. Mənfi 3 olduğu kimi yazacaq. 2-ni də vuraq. Mənfi 2-yə və mənfi 5-i çıxaq. Mənfi aşırıq. Mənfi 3 olduğu kimi qaldı. 2-ni mənfi 2-yə vuranda mənfi 4, üstünə 5-dən də eləyir 1. Mənfi 3, 1 və Y variantı doğrudur. Sonra 35-ci suala baxırıq. 35-ci sual. A1, 1, 1 nöqtəsi nəyə nəzərən? O, Y, Z-ə nəzərən. Y, Z olduğu kimi qalır. X dəyişir, çünki yoxdur X burada. Belə də yadda saxlayın. Mənfi 1, 1, 1 nöqtəsi olacaq. Bu da D variantına uyğundur. 36-ya baxaq indi. Şəkildə düzbucaqlı koordinat sistemində ABC düzbucağı verilmişdir. Bu üçbucaq saat əqrəbinin hərəkəti istiqamətində 90 koordinat başlanğıca nəzərən 90 dərəcə döndərdikdə hansı üçbucağı alınır? Bax, deməli, bunu əvvəl quraq, sonra yoxlayaq, görək hələ hansı olacaq. Deməli, saat əqrəbinin hərəkət istiqamətində 90 dərəcə döndərdikdə. Bax, bunu 90 dərəcə döndərək. 90 dərəcə bu ifadəni. Bunu 90 dərəcə döndərəndə, bax, bu B nöqtəmiz, elə bil 90 dərəcə döndü, bax, bu istiqamətdə. Bax, bu elə bil ki, bunu, bax, bu formada gətirirsən, uşaqlar. Bax, bunu, bax, buna, bax, elə bilinci, bax, bunu bu formaya, bax, bu ifadəni, bax, bunu belə yazaq da, ən gözəli. Burada biraz damada çəkməkdə biraz çətinlik olur, bax, bunu belə də göstərək. Dəqiqə. Bax, saat əqrəbi istiqamətində koordinat başlanğıc nəzərən 90 dərəcə döndürəndə. Elə bil 90 dərəcə bu ifadəni bir dəfə aşırırsan bu istiqamətdə. Bax, belə yaza bilərsiniz. Və yaxud da, bax, 0-dan A-ya, bax, 2 vahiddirsə, bax, 2 vahidi, hanı o? 2 vahidi qoyuruq bura. Bura yazırıq, A-iştirik yazırıq. Bu da 5 vahiddir, yəni bunu 5 vahid bura gətiririk. Olur, C-iştirik olur. Bax, 2, 4, 6-dırsa bura yazırıq. 2, 4, 6. Bax, bura gəlir, bax, bu 6 araydı, bax, buraydı. 90 dərəcə döndürəndə, bax, fiqur alınır. Bu da 5-iştirik olsun. Baxaq indi, bax, bu formalı fiqurumuz hansıdır? Bax, görürsünüz, uşaqlar, B variantıdır. Bax, yuxarı baxın, eyni ifadəni qurmuşuq. Sonra, 37-də, 37-ci sualda, bir dəqiqə, deyir ki, bu dəfə saat əqrəbinin hərəkətinin əksi istiqamətində. Əksi istiqamətində isə bunu belə qururuq. Y oxu üzərində 2 dama gedib, Y oxuna 2 dama əksinə olanda bura olacaq, A iştirik olacaq. 5 dama C-dədir. 1, 2, 3, 4, 5. 5 iştirik olacaq, C iştirik olacaq burada. 2, 4, 6-dırsa, 2, 4, 6 da burada olacaq. Bax, bu istiqamətdə olacaq fiqurumuz. İndi tapaq bunu görək hansındadır. A deyil, B deyil, C deyil, D bəndi. Bax, fikir verin. Eyni fiquru gətiririk. Bax, D variantında hesablayıb tapırıq. Sonra keçirik nəyə? 38-ci misala. Üçbucağın təpələri 0, 0, 0,6, 8, 0 nöqtələridir. Paralel çözülmədə 0,6 nöqtəsi AOB düzbucaqlı üçbucağın təm bölənlərinin kəsmə nöqtəsinə keçir. Bilirik ki, təm bölənlərin kəsmə nöqtəsi daxilət çəkimi çevrənin nə idi? Mərkəzi. Bax, buna diqqət eləmək lazımdır. Bax, bunu bu istiqamətdə göstərək. Əvvəl belə göstərək. Bax, beləsinə bir ifadə göstərək. X buradır, Y buradır.
0,0 nöqtəsi koordinat başlanğıcı. 0,6 bax 2, 4, 6. Bax burada belə də quracağam. A nöqtəsi buradır. Yəni bura 6-dır. 8, 0, 2, 4, 6, 8, 0 buradır. Məsələn, bura B nöqtəsidir. Bax burada 8-dir. Deməli, A0 nöqtəsi bax A06 nöqtəsi. Bax, bunu düzdağı üçbucağa gətirək. ABC üçbucağı olsun. AOB üçbucağı olsun. Deyir ki, AOB düzbucağı üçbucağın tənbəllərin kəsmə nöqtəsinə. Yəni tənbəllərin kəsmə nöqtəsi bax budur. Bax buradır. Bu daxilə çəkimi çevirənin radiusunu bax burada rahat tapa bilərik. Hə? 6, 8 bura nədir? 10'dur. Artıq biz radius tapa bilərik. Bax, bunlar bizim nəyimizdir? Radiuslarımızdır. Radius tapmaq üçün katetləri toplayıram. Hipotonu çıxıb nə edirəm? 2'yə bölürəm. Hə? Hə, deməli 6, 8, 14, 14-dən 10 çıxanda 4, 4'ü 2'yə böləndə 2. Artıq bax bu nöqtə 2-dirsə, hə, bax bu nöqtə 2-dirsə, bax bunun x-i də 2-dir, y-i də 2-dir. Yəni 2, 2 nöqtəsidir. Bax bura, yox 2, 2 nöqtəsi deyil əslində, bir dəqiqə. Da bax deməli, bax bura nə qədər oldu? Bura oldu 2, burada oldu 2, düzdür? Yəni 2, 2 də x də 2-dir, y nədir? 2-dir. Deməli x də 2-dir, y də 2-dir bura. Deməli 2, 2 nöqtəsinə keçirsə, deməli buradan biz indi nəyi tapırıq? A-mız bərabər nədir? 2-dən 0 çıxırıq, olur 2. B-miz yəni 2-dən 6 çıxır, nə qalır? Mənfi 4 qalır. İndi xaridə çəkimi çevrənin mərkəzi, artıq o nə olacaq xaridə çəkimi çevrənin mərkəzi? Artıq hipotenuzu yarısı olduğuna görə 0 üstəgəl 8 bölü 2 bərabər 4, 0 üstəgəl 6 bölü 2 bərabər 3. Yəni bizə deyir ki, indi hal-hazırda A-mız və B-miz var. İndi deyir 4 mənfi 3 nöqtəsi, yox 4, 3 nöqtəsi. Hansına 3 nöqtəsi? O zaman toplamaq lazımdır. 4'ün üzərinə gələcək 2-ni, sonra 3'ün üzərinə gələcək mənfi 4'ü. Bu da eləyəcək nə? 6, bir də mənfi 1. 6 mənfi 1 nöqtəsi doğru cavab nədir? D variantında doğrudur. Sonra 39'a baxırıq. Bu nədir? Uyğunlaşma sualıdır. Uyğunlaşma sualıdır. 39. 39. Yazaq bura 39. Koordinat başlanğıc nəzərən simmetrik olan M və N nöqtələri üçün uyğunluğu müəyyən edin. Koordinat başlanğıc nəzərən deməli M 5y-dir. 5y n x mənfi 7. Koordinat başlanğıcı nəzərən simmetrik olanda hər ikisi əks istiqamətdə dəyişir. Burada x-imiz nə olacaq? Mənfi 5, y-imiz nə olacaq? 7. İndi variantlar müəyyənləmək lazımdır. Hər birini ayrı tapaq, sonra hesablayaq. Və yaxud da tapaq. Bu birinci idi. İkincisi m x mənfi 8, n mənfi 4 y. X-imiz olacaq 4, y-imiz olacaq 8. Üçüncü m mənfi 6 y, n x 10. X-imiz olacaq 6, y olacaq nə? Mənfi 10 elədi. İndi uyğunluğu müəyyən eləyək. Deməli nə olur? Birincində 5 və mənfi 7. Burada toplayanda eləyir 2 yoxdur. Vuranda mənfi 35. Deməli bura B variantı uyğun gəlir. Toplayanda 2. 2 var. C variantında var bu. Birincə B ilə C uyğun gəldi. Sonra ikincinə tam 4 ilə 8. 4 8-ün 32. 32 yoxdur. 4 ilə 8-i üzərinə gəldi 12. Bax bura Y variantı uyğun gəlir. Üçüncünə 6 ilə mənfi 10. Bunu toplayanda mənfi 4 alınır. A variantı uyğun gəldi. Buranda mənfi 60 uyğun gələn bir ifadə yoxdur. Sonra vəssalam. Bax burada kifayətləndi. Yenə də 40-cı sual da misallar göstərmərəm bura. Deməli yenə koordinat başlanğıc nəzərən simmetrik deyirsə, artıq görürüz x-imiz də uyğun 3-dürsə, deməli x nə olacaq? Mənfi 3 olacaq. Y-imiz 9-da y nə olacaq? Mənfi 9. Bu birincidir. İkincində artıq x mənfi 11-ə uyğundursa, orada görürük. Deməli x-i götürəcəyik 11. Y 5-ə uyğundursa, y götürəcəyik nə? Mənfi 5.
Üçüncündə x-a mənfi 2 uyğundursa artıq x-a 2, əksinə y-a 8 olacaq nə? Mənfi 8. Deməli, A bəndi bir-birinə vuranda 27. Deməli, 1-ə A uyğun gəlir. Toplayanda mənfi 12. Deməli, D variantı uyğun gəlir. İkincini vuranda mənfi 55. Düz gəlmir. Toplayanda 6 və C variantı buna uyğun gəldi. Üçüncündə vuranda mənfi 16 yoxdur. Toplayanda mənfi 6 isə E variantına uyğundur. Sonra 41'ə baxaq. 41-ci sual. Paralel köçməli x' bərabərdir x minus 2. Y' bərabərdir. Bunu alt yazsam daha yaxşıdır. Y' bərabərdir. Y üstəgəl 1. Z' bərabərdir. Nə? Z minus 1. Paralel köçmənin uyğunluğu verilib. 1, 2, 3. A nöqtəsi B nöqtəsinə harda? Deməli, 1'ə uyğun yazırıq. Bax, 1'ə. Özdə A nöqtəsi verib də, 3 dənə A nöqtəsi verib. Bax, 1'ə uyğun yazırıq. A nöqtəsini yazırıq. 2, 3, 4. 2, 3, 4. X' nə olacaq? Artıq burada, bax, A'mız mənfi 2'dir. B'miz 1'dir. C'miz də yazaq ki, mənfi 1'dir. Artıq A nöqtəsi hansı nöqtəyə keçər? Yazacaq ki, məsələn, x' bərabər 2 ilə 2-dən çıxacaq nə? 2-ni. Olacaq nə? 0. Y' bərabərdir 3-dən, yəni 2-dən 2-ni niyə çıxdım? Bir dəqiqə. Çıxmaq lazımdır, ona görə çıxdım. A'mız da var, B'miz də var, C'miz də var. Deməli, 2-dən çıxırıq 2-ni. Yəni 2 üstəgəl mənfi 0. 3-dən, deməli 3 üstəgəl yazırıq 1. Yəni bunları toplayırıq da. Toplarında burada çıxma yazdım. Bərabər 4. Məsələn, buraya yazıram. Z' də bərabərdir. 4 çıxılsın artıq 1 olacaq. Bərabər nə? 3. 0, 4, 3. Deməli, A nöqtəsi D-yə keçir. Bax, görürsünüz, A nöqtəsi D-yə keçir. A nöqtəsi D-yə keçir. C-də uyğundur. Sonra A nöqtəsindən söhbət gedir, bir də B nöqtəsindən, bir də C nöqtəsindən. Deməli, ikincisini yazaq. İkincisini yazaq. A, 3, mənfi 3, 0. Deməli, nə edirik burada? X' bərabərdir. 3-dən çıxırıq 2-ni bərabər 1 olur. Y' bərabərdir. Mənfi 3-dən 3-ün üzərinə 1 gəlirəm, eləyir mənfi 2. Z' bərabərdir. 0-dan 1'i çıxıram, eləyir mənfi 1. 1 mənfi 2 mənfi 1. 1 mənfi 2 mənfi 1. Görürsə, A nöqtəsi B nöqtəsinə keçib. Burada A nöqtəsi keçib olub B nöqtəsi. Deməli, burada A uyğundur. Sonra indi bir dənə C nöqtəsində yoxlayaq uşaqlar. Mənfi 1, mənfi 2, mənfi 1, mənfi 1, 2. C nöqtəsi çünki D-yə keçir. Onu da yoxlayaq. Deməli, C nöqtəsi də mənfi 1, mənfi 1, mənfi 2 isə hər dəfə üzərinə buradakılar gələcək. Keçir. X' olur. Mənfi 1 çıxılsın 2. Bu da eləyir mənfi 3. Y' bərabərdir. Mənfi 1 üstəgəl 1 bərabər olur nəyə? 0-a. Z' bərabərdir. Olur. Mənfi 2 çıxılsın 1. Bu da eləyir nə? Mənfi 3. Mənfi 3, 0, mənfi 3. Mənfi 3, 0, mənfi 3. Görürsən, heç nəyə uyğun gəlmədi. İndi bir dənə B-yə 1, mənfi 2, mənfi 1'ə baxaq. Məsələn, B nöqtəsi 1, mənfi 2, mənfi 1'ə baxaq. X' bərabər 1 çıxılsın 2 bərabər mənfi 1. Y' bərabərdir. Mənfi 2 üstəgəl 1 bərabərdir mənfi 1. Z' bərabərdir. Z' bərabər olacaq. Mənfi 1 çıx 1. Mənfi 1 çıx 1 bərabər nə? Mənfi 2. Mənfi 1, mənfi 1, mənfi 2. Deməli, B nöqtəsi C-yə keçir. B nöqtəsi nəyə keçir? C-yə keçir. Bu da uyğun nə gəldi? Bu da uyğun D variantına gəldi. Sonra 42-ci sual. Sonra keçirik növbəti bir suala. 42-ci suala. O A-nın 0 nöqtəsinə baxmadıq.
41. A 0, 2, 4 nöqtəsi. Üçüncüsünə də baxaq bir dənə uşaqlar burada. Tam olaraq yekunlaşdırmadım ki. A 0, 2 nə 4'dür. A'mız nə idi? Mənfi 2. B'miz nə idi? 1. C'miz nə idi? Mənfi 1. Mənfi 2 nə idi görüm nöqtəmiz? Mənfi 2, 1, mənfi 1. Bəli. Və burada olur x bərabərdir. Burada nə olur? Deməli, sıfırdan çıxıram 2'nin bərabər mənfi 2. Eşitlik bərabərdir. 2'nin üzərinə 1 gələm eləyir 3. Z eşitlik də bərabərdir. Z yəni 4'dən 1'i çıxıram bərabər ona 3. Deməli, görürsə burada nə olur? Mənfi 2, 3, 3. Görürsünüz A nöqtəsi nəyə keçir? C nöqtəsinə keçir. A nöqtəsi C nöqtəsinə keçsin. A nöqtəsi C nöqtəsinə keçir. Görürsən burada da B variantına uyğundur. Sonra paralel köçürmə üsullarını tətbiq etmək lazımdır. Sonra uşaqlar bir dənə suallara baxın. Deməli indi 42-ci suala baxırıq. 42-ci sual. 41-ə baxdıq, 42-yə baxırıq. Bax 42-yə sual. Deməli paralel köçürmə üsulları verilib. Elə A-nı yazıram. A bərabərdir 2-dir. B bərabərdir mənfi 3'dür. C bərabərdir mənfi 1'dir. Artıq birinci yoxlayıram. Bax A 2, 7, mənfi 4. 2, 7, mənfi 4 nöqtəsi. Görürsən, bax nə? X bərabər nə olur? 2 ilə 2'ni toplayıram 4. Sonra Y bərabər nə olur? 7 ilə mənfi toplayıram eləyir 4. Z bərabər mənfi 4 ilə mənfi 1 toplayıram eləyir nə? Mənfi 5. 4, 4, mənfi 5. Bax görürsən A nöqtəsi nəyə keçir? C nöqtəsinə keçdi. Görürsünüz. İndi B nöqtəsini yazıram. Mənfi 1, 4, mənfi 2. Deməli, mənfi 1'in üzərinə 2 gəlirəm. X sırıq eləyir 1. Y sırıq eləyir 4'dən 3'ü çıxıram eləyir 1. Z sırıq mənfi 2 ilə mənfi 2 ilə mənfi 1 çıxıram eləyir mənfi 3. 1, 1, mənfi 3. Görürsən 1, 1, mənfi 3. 1, 1, mənfi 3. Deməli, B nöqtəsi D-yə keçdi. B nöqtəsi bax görürsünüz D-yə keçdi. Və görürsünüz. Deməli 1'ə uyğun, bax 1'ə uyğun A C-yə keçdi, A uyğun gəldi. B D-yə keçdi, Y uyğun gəldi. Və A-nı və Y-ni buradan silirəm ki, əlavə hesablamalara ehtiyac qalmasın. Sonra ikincinə baxıram. A nöqtəsini əvvəl yazıram. Mənfi 1, 0 nə? 10. İndi üzərinə gəlirəm də, yəni nəyi? A'mız elə 2'dir, B'miz mənfi 3'dür, C'miz nədir? Mənfi 1'dir. Deməli, X bərabər mənfi 1'in üzərinə 2 gələm eləyir 1. Y bərabər 0'ın üzərinə mənfi 3 gələm eləyir mənfi 3. Z də bərabərdir. 10'un üzərinə mənfi 1 gələm neçə eləyir? Eləyir 9. Eləyir 9. Yəni 1 ikincində 1 mənfi 3 9. A nöqtəsi görsən nəyə keçdi? B nöqtəsinə keçdi. A B'yə keçdi. Deməli burada bir dənə B variantı doğrudur. Sonra bir dənə C-ndə yazırıq. Bax bir dənə C-ndə yazırıq. C nöqtəsi 11, mənfi 2 və 3 nöqtəsidir. Üzərinə əlavə edir. Deməli X bərabər 11'in üzərinə gəldi elədi 13. Y bərabərdir. Mənfi 2 üzərinə mənfi 3 gələm eləyir mənfi 5. Z də bərabərdir. 3'ün üzərinə mənfi 1 gələm eləyir 2. 13 mənfi 5 2. Deməli C nöqtəsi nəyə keçdi? C nöqtəsi nəyə keçdi? D-yə keçdi. Bax görsən D variantda burada nədir? Uyğun gəldi. Bir dənə digərini yazırıq. Məsələn 3-cündə artıq 3'ə də bu da C uyğun gəldi. Yəni vəssalam. Obrusunu yoxlamamıza ehtiyac yoxdur. Sonra 43-cü misal. 43-cü misal. M 3 mənfi 2 nöqtəsinə nəzərən simmetrik olan bu nöqtələr arasında uyğunluğu müəyyən eləyin. X1, Y1 bunlar simmetrikdir. Bunu belə yazaq da. Deməli bir dənə parça götürək. M məsələn 3 mənfi 2-ni bura yazaq. Deməli A1, X1, Y1 buradadır. Bu tən düz ortadır. A'-də X2, Y2 isə buradadır.
İndi nə məsələ nədir? Biraz əvvəl yazdıq. Yəni bu orta nöqtədir. X1 ilə X2-ni toplayıb 2-yə böləndə 3 alıram. Y1 ilə Y2-ni toplayıb 2-yə böləndə -2-ni alıram. Yəni burada X1 ilə X2-nin cəmi 6-dır. Y1 ilə Y2-nin cəmi isə nədir? -4-dür. İndi bu nədir? Birinci. Bax 1. Birinci qoyuram, birinci həll edirəm. Deməli A nə oldu buna? A. Deməli 1 2. Bax A1 1 2 nöqtəsi. 1 2 nöqtəsi belə deyək də. İndi A2-dən hansı nöqtə olacaq burada? A2-də artıq neçə olacaq? A2 deməli X1. Bax bu X1 X1 X1. Deməli bu nədir? 6-dan 1 çıxan nə qalacaq? 6-dan 1 çıxanda qalacaq 5. Düzdür? 2-ni Y-də yerinə qoyanda -4-dən çıxanda 2-ni neçə eləyəcək? -6 eləyəcək. Bax belə. Deməli bunu yoxlayaq, sonra cavabları çıxardarıq. İkinci. Deməli A1 4 0-dır. Bunları bu da olacaq A2. Yəni 4-ə birim 4-ü burada qoyuram yerinə, 0-ı burada qoyuram yerinə. Yazı saxlayın. 6-dan 4 çıxanda qalır 2. 0-dan 4-dən 0 çıxanda eləyir -4. Üçüncüsündə A1 0 5 olacaq A2 olanda 6-dan 0 çıxanda elə qalacaq 6. -4-dən 5 çıxanda eləyəcək -9. Hə? Deməli baxırıq variantlara. 5 -6. 5 -6 buna uyğun D gəlir. 2 -4 E gəlir. 6 -9 C gəlir və salam. Keçir növbəti suala. 44-cü suala. Bax 44-cü suala keçirik. Deməli uyğunluqla bax yenə də parça seçməyə ehtiyac yoxdur. Çünki niyə? X1 ilə X2-ni toplayıb 2-yə böləndə 1 alınır. Y1 ilə Y2-ni toplayıb 2-yə böləndə çünki bunlar simmetrikdir. -3 alınır. Deməli X1 ilə X2-nin cəmi 2 eləyir. Y1 ilə Y2-nin cəmi eləyir -6. Deməli birincini yoxlayıram. A1 2 0. 2-dən 2 çıxanda bu nə olacaq? A2 olacaq da A2 olacaq və yaxud 2-dən 2 çıxanda bax bu 2-dən bu 2-nin çıxanda 0 qalır. -6-dan 0 çıxanda qalır nə? -6. -6. Sonra ikincini yoxlayıram ki A1 -3 2 A2 olanda 2-dən -3 çıxanda eləyəcək 5 -6-dan çıxanda eləyəcək -8. Üçüncüsünü yazırıq. Olur A1 0 5. 0 qoyanda birinci bax birinci tənlə 0 qoyuram. İkinci tənlə 5 qoyuram. 2-dən 0 çıxanda olacaq A2 0. -6-dan 5 çıxan eləyəcək nə? -11. Gəl cavablarını yoxlayaq. Deməli 0 -6 E bəndinə uyğundur. 5 -8 B bəndinə uyğundur. 0 -11 yoxdur. 0 -11 niyə? Oldu ki 0 5 2 2'ye 2. 2'dən 0 çıxanda 2 qalır. 2 -11. Bu da nədir? A variantına uyğundur. İndi gedirəm 45-ci suala. 45-ci suala. Deməli nədir? Nöqtələri üçün deməli bir yazırıq bura. Deməli A -5 5 A -5 5 B 5 -5 simmetri olan nöqtələri quracağıq. Deməli burada müxtəlif variantlar da ola bilər uşaqlar. Yəni bax bu nədir? Bu koordinat başlanğıcı nəzərən simmetrik olduğunu görürük. X-lar dəyişib, Y dəyişib. Deməli biz 0 0-a nəzərən simmetriyadır. Bir də Y bərabər X biraz əvvəl misallar yazılıb. Bunların yerləri də dəyişilib. Deməli koordinat başlanğıcı nəzərən simmetrikdir. C variantına uyğundur. Y bərabər X isə D variantına uyğundur. Bu 1'dir. İkincisi A4 -7 A4 -7 B -4 -7. Deməli -4 7 -4 -7. 4 burada 4 -7 var. Deməli x-lar qalıb.
X-lar qalıb, Y-lər yox, Y-lər qalıbsa, X-lar dəyişibsə, bu bu o Y-ə nəzərən simmetrikdir. Y-lər qalıbsa, Y-ə nəzərən simmetrikdir. Yəni burada A bəndə uyğun var. Başqa variant yoxlamağımız mümkün deyil. Üçüncüsündə A mənfi 6, mənfi 2, B mənfi 6, 2. Deməli, burada görürsünüz X-lar qalıbsa, deməli bunlar o X-ə nəzərən simmetrikdir. Bu da B bəndinə uyğundur. Vəssalam. Sonra keçirik 46-cı sualda. Eyni sual təkrarlayırıq. 46-cı sualda eyni sual təkrarlayırıq. Deməli, birincisi A mənfi 7, A mənfi 7, 3, B mənfi 7, mənfi 3. Deməli, X-lar qalıb. O X-a nəzərən deməli simmetriyadır. Deməli, buna uyğun bir dənə C var. Düzdür? Sonra digər hala baxa bilmirik. İkinci baxaq hələ. Deməli, A 9 mənfi 9, B mənfi 9, 9. İlk öncə Y bərabər X, bunların yerləri dəyişilib. Y bərabər X-dən simmetriyadır bunlar. Deməli, buna A variantı uyğundur. Sonra işarələr yerlərini işarələr də dəyişilibsə, deməli, həm də bunlar koordinat başlanğıc nəzərən simmetriyadır. Və buna E variantı da uyğun gəlir. Deməli, üçüncüsünü də yazsaq. 8 mənfi 4, mənfi 8 mənfi 4. 8 mənfi 4. Bunu da yoxlayaq. Deməli, A 8 mənfi 4, B mənfi 8 mənfi 4. Deməli, Y-lər qalıbsa burada, deməli, o Y nəzərən nədir? Simmetriyadır. Vəssalam. Sonra 47-ci sual. 47-ci sual uyğunluğu müəyyən edin. O X oxunacaq simmetriyadır. A-nı B-ni tapıb cavabları uyğunlaşdırdıq sadəcə olaraq. 47-ci sual. Deməli, birinci həll edirik. A 0, 5 və B 3, B nöqtəsi. A 5'dir. 0, 5 yazmışam. Deməli, bu o X oxunacaq simmetriyası X qalır. Deməli, A-mız nədir? 3. B-miz də olacaq mənfi 5. Əksinə. Deməli, burada cavabları tapa bilərik. Biz vuranda mənfi 15'ləri yoxdur. Toplayanda mənfi 2'ləri var. D bəndi var. Buna D variantı uyğun gəlir. İkincinə baxırıq. İkincinə baxanda deməli A1A B mənfi 4. Koordinat başlanğıcı nəzərən 0, 0 nəzərən simmetriyası. Deməli, B uyğun 1'dirsə olacaq nə? B mənfi 1. A-ya uyğun mənfi 4'dirsə A olacaq 4. Deməli, bunları vuranda mənfi 4 eləyir. Deməli, Y variantı doğrudur. Bunları toplayanda 3 eləyir. Deməli, A bəndə doğrudur. Çünki toplama evdə vurmadan istifadə olunub. Üçüncüsü A mənfi 3, B 2, Y bərabər X ise bunlar yerini dəyişir. Deməli, A-ya uyğun burada nə uyğun? 2 uyğun gəlir. B-yə uyğun nə gəlir? Mənfi 3 uyğun gəlir. A ilə B-nin bir-birinə vuranda mənfi 6 edir. B bəndə uyğun gəlir. B bəndə uyğun gəlir. Toplayanda isə mənfi 1 eləyir. O da uyğun gələn bir ifadə yoxdur. Üçüncüsü. Sonra 48-ci sual. Az bir sualımız qalıb uşaqlar. 48-ci sual. 48-ci suala baxırıq indi. Eyni sual sadəcə A 0, 3 və B 2, B. B2B. O Y nəzərən simmetri. O Y nəzərən simmetri. Y işimiz yoxdur. Yəni B'miz bərabər 3'dür. Amma A'mız bərabər mənfi 2'dir. Deməli, toplayanda 1 eləyir. Deməli, C bəndə uyğun gəlir. Vuranda mənfi 6'ları yoxdur. Sonra bu birinci idi. İndi ikincinə baxırıq. Deməli, A2 A nöqtəsi və B mənfi 5 nöqtələri koordinat başlanğıcı nəzərən simmetrikdirsə, B'miz olacaq mənfi 2 əks olaraq. A'mız olacaq 5. Bunlara vuranda mənfi 10 eləyir. Yoxdur. Toplayanda 2 eləyir. Deməli, o da yoxdur. Necə olur bu? 2A, B mənfi 5. Koordinat başlanğıcı nəzərən B mənfi 2'dir. A da 5'dir. Bunları toplayanda 3 eləyir. A bəndi var. Vuranda mənfi 10 eləyir. Yoxdur. Üçüncüsü. A mənfi 1. B 3. Y bərabər mənfi X. Bunlar yerini dəyişəcək. Deməli, A'nın yerində 3 durmalıdır, amma mənfi 3 duracaq.
B-nin yerində mənfi 1 durmalıdır, 1 duracaq. Həm bu mənfi işarələr də dəyişir. Bunlara vuranda mənfi 3 edir, E bəndidir. Toplayanda mənfi 2 edir, D bəndidir. Sonra keçək, bu da müxtəlif şükür, müxtəlif bir suala keçdik. 49. 49-cu sual. 49-cu sual. ABCD kvadratının diaqonallarının kəsmə nöqtəsi koordinat başlanğıcında yerləşir. 49'u buraya yazacağım. Kvadratın diaqonal kəsmə nöqtəsi koordinat başlanğıcında yerləşir. Uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin ilə həmin qayda. Deməli birinci. Deməli, y bərabər x düz xətt nəzəri simmetrikdir. Birinci. Y bərabər x-a nəzərən simmetrikdir bu ifadə. Deməli, indi buradan nə halına baxacaq? Hansı hala baxacaq? Deməli, ABCD var. Hansı nöqtələr y bərabərdir x-a nəzərən simmetrikdir? Hansı nöqtələr y bərabər x-a nəzərən simmetrikdir? Deməli, baxın. Deməli, B və D nöqtələrinə fikir verin. Y bərabər x-a nəzərən simmetriyadır. Uşaqlar, bax, burada bu nöqtəyə elə burada belə. Burada bir şəklini çəkin. Bax, belə bu formadadır. Bax, bu bizim kvadratımızdır. X, Y, bura B, bura C, A və D. Y bərabər x düz xətt nəzərən simmetrikdirlər. Nə ilə? Bax, B ilə D, A ilə C. Yəni, B ilə B və D nöqtəsi, A və C nöqtəsi. Amma B və D, A və C nöqtəsi yoxdur variantda, B və D nöqtəsi var. Deməli, B variantında birincində B variantı uyğun gəlir. İkincində o y-ə nəzərən. Deməli, y oxu, baxın, bu oxa nəzərən simmetriyada, B və C də buna nəzərən simmetriyadır. A və D də buna nəzərən simmetriyadır. Çünki y-ə nəzərən. B ilə C-yə tapaq. Bax, bura A variantı uyğun gəlir. A və D-yə nöqtələri bax, E və N-yə uyğun gəlir. Bir nə üçün uyğun gələ bilər rahat? Üçüncüsü, o x-ə nəzərən simmetriyadırsa, artıq nəyə baxacaq? X oxuna baxacaq. Deməli, A və B nöqtəsi, bir də C və D nöqtəsi. İndi baxın, A və B nöqtəsi hardadır? C variantında var. Sonra C və D nöqtəsinə baxsaq, bu da D variantında var. Deməli, 1-ə uyğun gəldi B, 2-yə A-ya, 3-ə C-dir. Hamısı uyğun gəldi. Sonra keçək 50-ci misala. 50-ci misala baxaq. 50-ci misal görə bundandır. Düzcağızın diaqonalların kəsim nöqtəsi koordinat başlanğıcı yerləşir. Əla. Eyni ifadədir demək. Amma düzcağlı formada uyğun müəyyən edin. Baxırıq 1-ə. Əvvəl baxaq da nöqtələrə baxaq. A nöqtəsi hansı nöqtədir? Görürük ki, mənfi 4, mənfi 3-dür. B nöqtəsinə baxaq. Mənfi 4, 3-dür. Sonra C nöqtəsinə baxaq. Görürük 4 və 3-dür. Bunları rahat bir şəkildə bilirik. D nöqtəsinə baxaq. Görürsün, nədir D nöqtəsi? 4 və mənfi 3-dür. İndi bax, birinci sualda koordinat başlanğıcı nəzərən simmetriya. Koordinat başlanğıcı nəzərən simmetriya hər ikisi dəyişirsə, deməli A və A ilə C-yə baxın, koordinat başlanğıcı nəzərən simmetrikdir. Bir də B ilə D-yə baxın. B və D də koordinat başlanğıcı nəzərən simmetrikdir. Çünki hamısı dəyişir. Deməli, 1-ə uyğun olaraq A və C-ni götürə bilərik. E bəndi götürə bilərik. B və D nöqtələri yoxdur. Artıq bunu götürmədik. 2-yə uyğun olaraq x' bərabər x topla 8. Y' bərabərdir. Elə y-in özünə C-si yoxdur burada. Bu paralel köçürmədə nəyə keçir? Yəni, hansı nöqtəyə keçir? Ona baxaq. Deməli, x topla 8. Əslində, mənfi 4-dən 4-ə gedirsə, x üzrə 8-dir. Bax, mənfi 4-dən 4-ə burada var.
Çünki 3-dən -3-ə qədər gedən bir ifadə yoxdur. -4-dən 4-ə hansı ifadə gedib? A-dan. Amma burada belə deyim də, -4-dən 4-ə gedəcək, amma digəri olduğu kimi qalacaq. -4-dən 4-ə gedib, bax, B ilə C. Bax, bura baxın. B və C-yə baxırıq bu ifadə artıq. Niyə? Çünki B nöqtəsi -4-dən 4-ə 8 qədər əlavə olunub. 3 isə dəyişməyib. Çünki bunun B-si yoxdur. B və C nöqtələri. Artıq buna uyğun bir dənə A bəndi uyğun gəlir. A bəndi uyğun gəlir. Sonra A-dan D-yə də baxın. A və D də uyğundur. Çünki -4-dən 4-ə gəlib, -3, -3 qalıb olduğu kimi. A-dan D-yə qədər. Bax, bura bir dənə D variant da doğrudur artıq. Sonra hansı? 3-ə baxırıq indi. Y bərabər x, yəni x olduğu kimi qalıb. Y bərabər y üstəgəl 6. Y 6 vahid artıb. X olduğu kimi qalıb, y 6 vahid artıb. Deməli, A və B-yə baxa bilərik. Görürsünüz, A və B-yə baxa bilərik. Bir də C və D-yə baxa bilərik burada. 3-ə A və B variantı uyğundur. Bir də C və D nöqtəsinə uyğun bir dənə C variantı uyğundur artıq buna. Bax, vəssalam, bitdi ifadəmiz. Sonra indi baxırıq 51-ci suala. İndi baxırıq 51-ci suala. Keçdik 51-ə. 51-ci suala. AOB düzbucaqlı üçbucağında belə bir düzbucaqlı üçbucağı mən biz də təsvir eləyək. Düzbucağını bura Y olsun, bura X olsun. Bu BA-nı. Bu A olsun, bu da B olsun. OB. M nöqtəsi üçbucağın xarici çəkimi çevrənin mərkəzidir. Əla. Yəni buradan median da çəkə bilərik bura. Burada M nöqtəsi, bura artıq düzbucaqlı üçbucaq, bura məlum məsələ. OB 8-dirsə, yəni bura 8-dir. Bura A, bura O-dur. AO 12-dirsə, yəni belə deyək də, bura 0, 8 nöqtəsidir. Bura isə 12-0 nöqtəsidir. M nöqtəsi xarici çəkimi çevrənin mərkəzi olduğuna görə M artıq orta nöqtə olacaq. 12 ilə 0 toplayıb 2-yə böləndə 6 eləyəcək. 8 ilə 0 toplayıb 2-yə böləndə artıq nə eləyəcək? 4 eləyəcək. Bu M nöqtəsinin artıq 6, 4 M nöqtəsinin koordinatdır. Deyək, hərəkət nəticəsində M nöqtəsi N nöqtəsinə keçir. M nöqtəsi N hanı? N. N nöqtəsinə keçir. N hanı? Uşaqlar, burada N nöqtəsinə keçir. Burada var imiş. N nöqtəsi. 1. Yəni, M 6, 4 nöqtəsi N -6, -4-ə keçir. -6, -4-ə keçir. Deməli, bu nətər keçib ki? Burada uyğunlaşmalı. Artıq hər ikisi işarəsini dəyişsə 0-0-a nəzərən simmetriyadır. Yəni, bu koordinat başlığa nəzərən simmetriyadır. Bu C variantına uyğun gəlir. Başqa nəyə uyğun gəlir ki? Başqa heç bir şey yox. X yox. Uyğun gələn yoxdur. İkincisi, M 6, 4 nöqtəsi N -6, 4 nöqtəsinə keçib. Deməli, Y-lər qalıbsa o Y-ə nəzərən simmetrikdir. Deməli, 2-yə uyğun nə gəlir? 2-yə uyğun, deməli, hərəkət o Y-əni əks etmədir. Yəni, simmetriyada B variantı uyğun gəldi. Sonra başqa nəyə uyğun gəlir bu? Başqa uyğun gələn yoxdur. Üçüncüsü, M6, 4 nöqtəsi N 6, -4. Deməli, X-lar olduğu kimi qalsın. Deməli, o X-ə nəzərən simmetriyadır bu ifadəmiz. X-ə nəzərən simmetriyadır. O X-ə nəzərən simmetriya hanı? Bax, görürsünüz, Y variantında artıq bu doğrudur. Digəri uyğun gəlmir. Keçirik nəyə? 52-ci suala. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlara. Bu lap əladır. Heç bu qədər, burada o qədər vaxtımız da getmir. 52-ci sual. Diaqramda A, B və C nöqtənin koordinatları verilmişdir. X ağdır, Y obursudur. A nöqtəsi
deməli olub x-i 6-dır, y-i 8-dir. Sonra B nöqtəsinin x-i 4-dür, y-i 10-dur. C nöqtəsinin x-i 5-dir, y-i 9-dur. İndi nə deyir? Deyir ki, A nöqtəsi AB parçasının orta nöqtəsi keçir. A nöqtəsi AB-nin orta nöqtəsinə. Bəs harda qaldı? Hə, A nöqtəsi, yəni 6, 4 nöqtəsi AB-nin orta nöqtəsinə keçirsə, buna aşırıq yazıram. 6-dan 4-ü 10 eləyir. 2-yə böləndə 5. 8-dən 10, 18, 2-yə böləndə 9. AB-nin ortası bax budur. Bunu tapırıq. A-mız neçədir? 6, 5 olub mənfi 1, B. 4, 9 olub, yəni 5 qədər artıb. A-mız, B-miz tapıldı. Hə? İndi deyir ki, bu paralel köçmə C nöqtəsi nəyə keçər? C nöqtəsi 5, 9-dursa, uyğunluqla C iştirik nöqtəsi 5-in üzərinə gələcək. Mənfi 1-i. Bir də 9-un üzərinə gələcək 5-i. Burada vəssalam. Bu da olacaq C iştirik nöqtəsi 4 və 14. Vəssalam. Sonra 53-cü sual. Eyni əminki sualdır, amma hamısını yazırıq. Deməli, A nöqtəsinin koordinatı olur 7, 5. B nöqtəsinin koordinatı olur 4, 8. C nöqtəsinin koordinatı olur 9 və 3. 9, 3. 9, 3. Hə. Deməli, deyir ki, A nöqtəsi B nöqtəsinə keçir. A nöqtəsi B nöqtəsinə keçir. A B-yə keçib. Deməli, bunun A 4-dən 7 çıxanda mənfi 3, 8-dən 3 çıxanda 5. İndi deyir ki, A nöqtəsi B nöqtəsinə keçir. C nöqtəsinin keçdiyi nöqtə ilə A nöqtəsi arasındakı məsafəni tapın. Hə, indi C nöqtəsinin hansına keçir? Baxaq da bunu. C 9, 3 nöqtəsi keçir seçdirir. 9 üzərinə mənfi 3 gəndə eləyir 6. 5-in üzərinə 3 gələndə neçə eləyir? 5-in 8. Deyir ki, bu C nöqtəsinin keçdiyi nöqtə ilə, yəni seçdirik 6, 8 ilə A nöqtəsi arasındakı məsafəni tapın. 7, 3. Yəni bu iki nöqtə arasındakı məsafədir. İki nöqtə arasındakı məsafənin hesablayacaq. Yəni biz tapacaq nəyə? AC-ni. İki nöqtə arasında məsafə. Yəni x2 çıxılsın x1-in nəyi kvadratı idi? Üstəgəl y2 minus y1-in nəyi idi? Kvadrat. Bax, xatırlatma olaraq belə yazıram. Yəni nədir bu? 7 çıxılsın 6-nın kvadratı. Üstəgəl 3 çıxılsın nəyi? 8-in kvadratına. Bax, bu formada. Bu da bərabərdir. Yox, nəyə səhv yazdım mən? Bir dəqiqə. Bir dəqiqə. 7, 3 nöqtəsi 7, 3 deyil, 7, 5 nöqtəsidir bu. 7, 5 nöqtəsidir bu. Məsələn, düz gəlmir. 7, 5 nöqtəsidir. İndi A-mız oldu 4-dən 7 çıxanda mənfi 3. 8-dən 5 çıxanda 3. Bu 3'dür. Deməli 3 üstünə gələndə 9 üzərinə 3 gəndə 6, digərdə 3-ün üzərinə 3 gəndə elə 6. 6, 6 nöqtəsidir bu. Bu 6, 6 nöqtəsidir. Bu da 6, 6 nöqtəsidir. AC-ni tapanda 6-dan 7-ni çıxmalıyıq. Eyb yox, mən 7-dən 6-ni çıxmışam. 7-dən 6 çıxanda 1 kvadratı elədi 1. Üstəcə 3-dən 8 çıxanda mənfi 3 kvadratı elədi nə qədər? 9. Bu deyir nə qədər? Kök altında 10. Hə, indi nə deyir ki? Hə, məsafəni tapın və sonra məsafəni tapdıq. Düz tapdım. 6, 6 yazdım. Yox, 7-dən 6 çıxanda 1. Nəysə düz yazmadım. İnşallah bir dəqiqə. Deməli, B nöqtəsi 4, 8-dir. C nöqtəsi 9, 3-dür. A nöqtəsi 7, A nöqtəsi 7, 5. Hə, burada 5 yazmalıyam bunu. 5-dən 6 çıxarmalıyam. Deməli, 7-dən 6-nın kvadratı, 5-dən 6-nı çıxmalıyam. 5-dən 6-nı çıxmalıyam kvadratı.
Bu da 1 üstəgəl 1 bərabər nə edir? 2 eləyir. Hə, birini dəyişməmişdim. İndi 54-ə baxırıq. 54-ə. Yenə paralel köçürmənin qaydasıdır bu. A nöqtəsi 10, -3 və B -2, 7 nöqtələr verilmişdir. Paralel köçürmədə B nöqtəsi A nöqtəsinə keçir. Hə, paralel köçürmə B nöqtəsi A nöqtəsinə keçib. Deməli, bizim A-mız neçədir? 10-dan -2 çıxıram, neçə eləyir? 10 çıxılsın -2. Eləyir 12. -3 çıxılsın 7. Elədi nə? B bərabər oldu nə? -10. Çıxdım bunları. İndi deyir ki, bu AB parçasının orta nöqtəsi hansı nöqtəyə keçir? AB parçasının ortası, yəni AB parçasının ortası, məsələn, aşırıq yazıram, ortası 10 üstəgəl -2 bölünsün 2. Bir də -3 üstəgəl 7 bölü 2 orta nöqtəsini tapıram. Aşırıq da olur 8-i 2 böləndə 4. 4-ü 2 böləndə 2. Yəni deyir ki, bizə AB parçasının orta nöqtəsi hansı nöqtəyə keçər? Hansı nöqtəyə keçər? Məsələn, bir dənə M nöqtəsinə keçsə, 4-ün üzərinə 12 gələrəm, 2-nin üzərinə -10 gələrəm. Bu deyilər 16 və 2-nin üzərinə -10'u gələndə eləyər -8 və 16 -8 nöqtəsinə keçdi. Sonra keçirik 55-ci suala. 55-ci suala. Y bərabərdir x kvadratı çıxılsın 4x üstəgəl 8 funksiyasının qrafik koordinat başlanğıcının simmetrik çevrilməsindən alınan parabolanın təpə nöqtələrinin koordinatlarını tapın. Deməli, koordinat başlanğıcı nəzərən deyirsə, x, y nöqtəsi nə olacaq? Bu olacaq -x, -y olacaq. Bunu bildik. Deməli, yerlərinə sadəcə qoyacaq. X-in yenə -x qoyacaq. Olacaq -x-in kvadratı. Çıxılsın 4 vurulsun -x. Üstəgəl 8 bərabər -y deyil. Yəni -y bərabər olacaq. X kvadratı üstəgəl 4x üstəgəlinə 8. İşarələri dəyişsək. Y bərabər -x kvadratı çıxılsın 4x çıxılsın 8. Parabolanı deyir, nəyi tapın? Təpə nöqtəsinin koordinatını tapın. Bəli, təpə nöqtəsinin koordinatını taparıq. Yəni, E-miz bərabər nəyə? -B bölünsün 2A yerinə qoysaq. -4, bu da -. Elədir, 4 bölünsün, 2-ni vuranda -1, elədir, -1. Yəni, bizə A-mız nədir? -1. B-miz nədir? -4. C-miz nədir? Hamısı -dir. Bu olacaq nə? -4'ü böləndə -2'yə elədir, -2. N də bərabərdir, nədir? 4AC çıxılsın B kvadratı bölünsün 4A. Yəni 4AC. A-nı S-yə vuranda 8, 4'ə vuranda 32. Çıxıram -4'ün kvadratını 16 bölən -4'ə. 16'nı da böləndə -4'ə olur -4. Yəni təpə nöqtəsinin MX-i 2'dir, yəni -2'dir. NY-i də belə deyək də -4'dür. Təpə nöqtəsinin koordinatı artıq neçə elədir? -2 və -4 nöqtələri. Keçək hansına? 56'ya. İşte 56'ya. K'nın hansı qiymətində A -4, K kvadrat çıxılsın 8K üstəgəl 12 və B K kvadratı çıxılsın 7K üstəgəl 14 bir də 3. Nöqtələri koordinat başlanğıcı simmetrik olar. Əla. Koordinat başlanğıcı simmetrik olarsa bu K kvadrat çıxı 7K üstəgəl 4 var ha. Bərabər olacaq nəyə? 4'ə. Hə. 4'ə. Yəni K kvadratı çıx 7K üstəgəl 14 bərabər 4'ə. K kvadrat çıxılsın 7K üstəgəl 10 bərabər 0, 4'ü sola atdım. Artıq bizə nə lazımdır ki? K1'imiz neçə olur? Cəmimiz 7, hasilimiz 10. 5, K2 bərabər nəyə? 2. Buradan K'lar bizə məlum. Digər məsələlərdən, K kvadratı çıxılsın 8K üstəgəl 12'də 3'ün əksi -3'ə bərabərdir. Bu da olacaq K kvadrat çıxılsın 8K üstəgəl 15 bərabərdir nəyə? 0'a. Bərabər olacaq 0'a. Bu da olacaq K1'imiz bərabər 1'i 3. K2 bərabər 1'i nə? 5. Bunları da tapdıq. Amma deyir ki, K'nın hansı qiymətində
Hər iki halda kəskin olmalıdır. Eyni qiymətlər tapmalısan və burada K bərabər nəyə olmalısan? 5-i götürməlisən. Sonra 56-cı sual budur. 57-ci suala indi baxırıq. Deməli, simmetriya mərkəzi koordinat başlanğıcı. Belə bir ifadə çəkək. Səliqəli bir formada çəkək. X-i Y qeyd eləyək. Simmetriya mərkəzi koordinat başlanğıcında olan ABC'li rhombun C təpəsinin koordinatları 8, 0'dır. Bax, bura 8'dir. Yəni bu C təpəsidir. 8'dir. 8, 0. B, 0, 6. Bax, bura 6'dır. Bu da B nöqtəsidir. C nöqtəsinə keçirsə, 0, 6 nöqtəsi C nöqtəsinə keçirsə. Demək, uşaqlar, burada bir məsələ var da. Əgər bu simmetriya məsələsi varsa, bu tərəf 8 varsa, burada seçdirik yazıb, bunu mənfi 8 götürəcəyik. Yuxarıda 6 varsa, məsələn, bunu 5'lik yazıb, bunu isə mənfi 6 götürəcəyik. Və bu bizim rombumuzdur. Bax, bu bizim rombumuzdur. Deyir ki, B06 nöqtəsi C-yə keçir. Yəni, B06 nöqtəsi nəyə keçir? C-yə. Yəni, C 8, 0'a keçir. Deməli, A-mız burada nədir? A-mız 8'dir. B-miz də mənfi 6. Yəni, 8-dən 0, 8. 0-dan 6 nə oldu? Mənfi 6 elədi. İndi A nöqtəsi hansı nöqtəyə keçər? A nöqtəsi var burada. A yazaq da bura. A, B, C. Burada D nöqtəsi yazaq. A nöqtəsi də mənfi 8, 0 nöqtəsi isə hansı nöqtəyə keçər? Məsələn, A' nöqtəsi. A-mız 8'dir. Mənfi 8 üzərinə 8 gəndə eləyəcək 0. 0'ın üzərinə gələcək mənfi 6 eləyəcək nə? Mənfi 6. 0 mənfi 6 nöqtəsinə keçər və salam, bitdi. Sonra sonuncu sualımız uşaqlar 58-ci sual. Sonuncu sualımız 58-ci sual. Simmetriya mərkəzi yenə də eyni bir ifadədir. Gəl bunu da bir qrafikini çəkək səliqəli. Deməli, bura X, bura Y. Simmetriya mərkəzi koordinat başlanğıcında olan ABC rhombun C təpəsinin koordinatı 9, 0. Məsələn, bu C təpəsi burada 9 nöqtəsidir. B təpəsinin, B07 nöqtəsi. Artıq B07 nöqtəsi varsa, bu 7 nöqtəsi bura B götürək və 9'un əksi mənfi 9 olaraq 7'nin əksi mənfi 7 olaraq simmetriya götürək və bu bizim olsun nə? Rombumuz. Bura A yazaq. A, B, C. Burada D yazaq. Deməli, C nöqtəsinin koordinatı budur. B07 nöqtəsi. B07 nöqtəsi keçir C nöqtəsinə. Yəni nəyə? 9, 0'a keçir C nöqtəsinə. Yəni burada A'mız 9'dan 0 çıxıram, 9 qalır. B'miz 0'dan 7 çıxıram, eləyir mənfi 7. İndi deyək ki, A nöqtəsi hansı nöqtəyə keçər? A nöqtəsi mənfi 9, 0 nöqtəsi. O keçəcək A' nöqtəsi. Mənfi 9 üzərinə 9 yazı eləyəcək 0. 0'ın üzərinə mənfi 7 yazı eləyəcək mənfi 7. Bax, bu qədər dəyərli şagirdlər. Bu qədər məlumatdan yaralandınız. Yəni, bütün suallara bir və bir nəzər yetirdik. Odur ki, kanala abunə olub paylaşmağı unutmayın ki, digər yoldaşlarınız da bundan istifadə edə bilsin. Təşəkkürlər.